Herkese salam, musiqi nəzəriyyəsindən testlərimiz davam edirik. Bugünkü testimizin mövzusu səs düzümü, oktavlar və musiqi səsləri haqqında ümumi bir anlayışa uyğun olacaqdır. Nəzəriyyə dərslərindən 1-10-cu dərslərə qədər aid eləmək olardı. Yəni o dərslərdə keçmişəm bunları. Birinci sualımızı dedik, hələ səs haqqındadır. Səs nəyə deyilir? Belə cavab verərik ki, buna biz əşyaların hərəkət deyirik bizdən bu. Əşya yox, cisim deyirik də biz buna. Sadəcə əşya yox, insan hərəkətindən də yarana bilər səslər. Ümumi səslərdən danışıram. Titrəyən cisimlərin hərəkəti nəticəsində havada yaranan bir dalğa. Məsələn, indi pianoda klavişə basırıq, sim titrədi, hava vasitəsilə qulağa çatdı. Yəni hava ilə qulağa gəldi. Davam eləyək. İkinci tapşırığımızda nə deyir bizə? İkinci tapşırıqda deyir ki, səsin neçə növü var? 2 növ var. 2 növ var səsin. Biri musiqi səsləri, biri də ki, qeyri-musiqi səsləri. Nədir? Musiqi səsləri nədir? Musiqi səsləri işte do, du, re, di, mi, di, fadır. Qeyri-musiqi səslərdəki dənizin dalğasının səsi, sonra küləyin səsi, havanın belə deyək də, ya havada külək olanda yarpaqların səsi, belə şeylərə aid eləyə bilərsiniz siz bunu ancaq. Davam eləyək. Deyir ki, 3-cü sualda musiqi səsi nəyə deyilir? Nəyə deyilir? Musiqi səsi qayda olaraq desək, müəyyən hündürlüyə və müddətə malik olan səsə. Dənizin dalğasının səsini biz hardan bilərik? 5 saniyə olacaq, 10 saniyə olacaq. Məsələn, heyvan səs çıxarır. Biz hardan bilərik gör nə qədər səs çıxaracaq? Məsələn, tutaq ki, at olsun, qurbağa olsun. Biz hardan bilə bilərik? Amma musiqi səsini bilirik də. Əlimizə nə qədər basacaqsa, o qədər səs çıxaracaq. Pianoda məsələn, re klavişi. Əlimizi basdıq re-yə saxladıq. Uzun olacaq. Tez basdıq çıxartdıq, qısa olacaq təbii ki. Yəni ki, notlarla yazılan, tondu, tezliklə ölçülən səslər və s. Yəni ki, qaydası olan səsləri belə yadınızda saxlayın. Hansı səslər qeyri-musiqi səsləridir? 4-cü sualda deyir. Külək, yağış, danışıq, maşın səsi, hava səsi, hər şeydə. Yəni ki, tezliyi sabit deyil. Elmi dildə desək. 5. Musiqi səsində hansı xüsusiyyətlər var? Bayaq da dediyim kimi, yüksəklik, tembri, müddət, güc. 4 dənə. Yüksəklik, incəsi qalınıdır. Məsələn, subkontraktavaya baxın nə qədər belə kobud deməyək, qalın səslənir. Amma baxın 5-ci oktavaya nə qədər zil. Ən yaxşısı amma 2-ci oktavadır, 1-ci oktavadır, ortasındadır, tam orta. Ortada olan 1-ci oktavadır. Tembr, hələ bir ki, aləti fərqləndirən xüsusiyyət də. Biri var piano, biri var saz, biri var nağara. Nağarada siz deyə bilərsiniz ki, aləti görmürsünüz də, bilmirsiniz nağara çalır, pərdə arxasındadır. Siz hiss edəcəksiniz ki, bu piano deyil də, bu nağarada da vurur, bundan başqa səs gəlir. O mənada deyirəm. Müddətdir, da vaxtıdır da, yəni müddəti. Güc də ki, səsin gücü də, yüksəkliyi o mənasında. Keçdik 6-cı tapşırıqda, səsin yüksəkliyi nədən asılıdır? Yəni, incə və qalından da yüksəkliyi, tezliyindən asılıdır. Titrəyişin tezliyindən. Tezlik yəni ki, pillədə nə qədər olduğundan daha azdırsa qısa, azdırsa qalın eşidilir, çoxdursa incə. 7-ci tapşırığımla davam edirik. Registr nədir? Registr tembrə aiddir. Misal göstərə bilərəm mən buna. Pianoda aşağı, orta, yüksək registrlər var. Registr, aşağı registr, orta, yuxarı registr. Tembrdə səslərin yüksəklik aralıqlarıdır. Alətdə, yəni səsin yüksəklik aralıqlarıdır. Məsələn, tembr nədir? Tutaq ki, qalın tembrdə olanlar, yəni belə tez şeydə, subkontraktavadan kiçik oktavaya qədər. Orta tembrdə 1-ci oktava, yüksək tembrdə isə zildə, yəni 2-ci oktavadan 5-ci oktavaya qədər olan, yəni ki, aralıq da, pianoda ən azından belədir. Mən piano haqqında deyirəm axı dərsləri, ona görə. 8. Səslərin səslənmə qüvvəsi nədən asılıdır? Yəni, qüvvəsi nədən asılıdır? Gücündən də, yəni ki, gurundan, zəifindən, o gücdən asılıdır. Yəni, daha sakit səs kimi. Titrəyişindən, gücündən asılıdır. Bu qədər yəni. Tembr nədir? 9-cu sualda deyir. Tembri zaten bayaqdan da dedik. Səsin keyfiyyətidir.
notu deyək ki, biz fleytada çalırıq, skripkada çalırıq, fortepianoda çalırıq, sazda çalırıq. Fərq yaranacaq əlbəttə ki, tembr bir-birindən fərqləndirir. 10-cu tapşırıq. Səsin ölçüsü nədir, nasıldır? Dalğanın uzunluğundan, uzun və qısa olmağından. Bir də ki, müddət də zamandan, müddətindən. 11. Musiqi quruluşu necə yaranmışdır? Necə yaranıb? Əvvəllər səslər qulaqda müəyyən edilirdi. Sonra səs düzümü və not sistemi yarandı. Yəni ki, ardıcıl düzülmə də indi insan səslərinin sistemləşdirilməsi, notlaşdırılması, ardıcıl və düzülməsi nəticəsində. Yəni bunu demək daha nə bilim, daha belə uyğun olar da sualımıza. Sual biraz qəribə sual idi ona görə. 12-ci sual. Musiqi səs düzümü nə idi? Aha, səs düzümü nəyə deyilir? İkinci dərsim səs düzümü oktavlarda girib baxa bilərsiniz. Müəyyən ardıcılla düzülmüş səslərin cərgəsi. Do, re, mi, fa, sol, la, si, do. La, si, do. Re, mi, fa, sol. Bu qədər. Yəni səs düzümüdür də. Səslərin düzülməsi. Ardıcılda belə yox da. Fa, do, re, mi, la, si, sol. Yəni ki, ardıcıl olaraq, tam olaraq, qaydasında necədirsə elə olaraq. 13-cü səs düzümünün neçə əsas səsi var? Onlar necə adlanır? Səs düzümünün əlbəttə ki, 7 əsas səsi var. Bunlar necə adlanır? Yəni ki, musiqinin əsası da do, re, mi, fa, sol, la, si. Notlarımız, yəni qısaca desək notlarımız, əsas notlarımız. Oktava nədir? Niyə deyilir oktava? 14-cü sualda. Bir notdan diğer nota qədər olan məsafə necə? Eyni adlı iki səs arasındakı məsafə. Birinci oktavanın do notu ilə ikinci oktavanın do notuna qədər. Kontur oktavanın do notu ilə böyük oktavanın do notuna qədər. Re'dən re'yə qədər, mi'dən mi'yə qədər, fa'dan fa'ya, soldan sola, la'dan la'ya, si'dən si'yə, do'dan do'ya. Amma ki, əsas do'dan do'yadır da, yəni ki, əsl oktavalar do'dan do'ya götürülür də. Do, re, mi, fa, sol, la, si, do. Do da daxildir. 2 do da daxildir. 2 do, bir də ki, re, mi, fa, sol, la, si. Bunlar. 15-ci sual. Deyir ki, oktava nədir? Yox, oktavanın adı hansı oktavalar tam hansılar natamamdır? Çox maraqlı bir sualdır. Tam oktavalar, natamam oktavalar nədir? Sizcə tam olması üçün nə lazımdır? Tam olması üçün o lazımdır ki, yəni ki, bütün notlar olsun da orada. Musiqi nəyi tələb edir musiqi? Not tələb edir də. Do, re, mi, fa, sol, la, si. Bunlar olmasa əlbəttə ki, natamam oktava olacaqdır. Subkontra oktava yana 5-ci oktava. Bunlar natamam oktavalardır. Subkontra oktava və 5-ci oktava. Tam oktavaların 7 səsi olmalıdır. Natamamlar isə qisməndə, yəni olmur. Subkontra baxın, la, si notlar var. 5-ci oktavada da bir notu var, do notu var. Yəni bəzi fortepianolar var ki, 5-ci oktavanı vermirlər orada. Önəmi yoxdur da çox, bir dənə indi notdur da. Tam oktavalarda kiçik oktava, birinci, ikinci, üçüncü, böyük, subkontur, kontur oktava, böyük oktava, kiçik oktava, birinci, ikinci, üçüncü, dördüncü oktava. Bunlar tam oktavalardır. Natamamdakı subkonturun 5-ci oktava. 16. Hər oktavanın başlanğıc səsi nə adlanır? Do səsidir. Hər oktava do səsi ilə başlayır, do ilə bitir. Mən ona görə sizə bayaq dedim, re'dən re'yə, mi'dən mi'yə oktava. Bu oktava olmur. Ağlınıza tuta bilərsiniz ki, eyni notdan eyni nota qədər deyəndə. Pianoda, alətdə elə bir şey yoxdur. 17. Temperasiyalı quruluş nədir? Nədir temperasiyalı quruluş? Oktavanın 12 bərabər yarım tona bölünməsindən ondan savayıda, yəni ki, bölünməsinə əsaslanan sistemdir. Müəyyən alətlərdə olur. Bu sistem istifadə olunur. Deməli, 12 bərabər yarım tona bölünür piano. Keçmişəm bu dərsləri mən əslində, baxa bilərsiniz quruluşlarda. Bu sistem, yəni piano, gitara və s. deyib görünür bunlar.
Davam eləyək. Tapşırıq 18. Törəmə pillələr necə yaranır? Törəmə pillələri biz keçəndə nə demişdik? Ümumiyyətlə törəmə pillələri hansıları idi? Törəmə pillələr nədir ümumiyyətlə? Baxın, törəmə pillələr əsas səs. Biz demişdik ki, əlinizi qoyun pianonun üstünə. Piyanonuz yoxsa da proqram var, yükləyin, əlinizi qoyun piyanonun üstünə. Üstünə dedim ki, qara pillələrin üstünə ağ pillələr olacaq. Basın ağ pillələrə. Siz onun səsi ilə müəyyən edə biləcəksiniz, bu hansı oktavanın hansı səsidir. Çox professional insanlar, yəni ki, musiqidən daha hər şey bilən əlbəttə ki, müəyyən edə biləcək, amma ki, mümkünsüzdür. Yəni ki, siz təzə başlamısınız musiqiyə, onu biləsiniz, xeyr. Bəs nədir bunlar? Törəmə pillələr notun, yəni əsas səsin, tutaq ki, re olsun. Qalxması, yarım ton qalxması, yarım ton enməsi, bir ton yox, yarım ton. Fikir verirsiniz, bir dənə çəkin burada mən. Baxın, bu tutaq ki, pianodur. Buradakı qara ağ pillələri bəli göstərək biz, ağ pillələr. Bu da olsun qara pillələr. Səliqəsiz çəkdim indi. Buradakı 3 dənə olur da belə. 1 2 3. 2 3 2 3 də burada do notu olur həmişə, do notu. Deməli, nəyi göstərmək istəyirəm mən sizə? Bax, re notu deyil bu, do notu deyil bu. Görürsüz, bir ton nədir? Bir ton budur. Bu bir tondur. Bir ton. Bu isə yarım tondur. Yarım ton nədir? Bir ton nədir? Baxın. Bunlar tamdır da, tamdır. Görürsünüz, yekə iri hissələrdən. Amma bunlar xırdadır axı. Baxın, bax. Xırdadır. Hələ ki, iki pillənin, belə iki pillənin arasında qalıb yuxarıda. Bunlar tamdır, amma bu natama yarımdır, yarım tondur. Belə nəzərdə saxlayırsınız bunları. Yəni ki, indi misallar, tapşırıqlarda, yəni sınaqlarda, testlərdə falan bunlar düşən suallardır ki, yəni ki, törəmə pilləri necə yaranır? Əsas səsin qalxması ilə enməsi ilə yaranır. Fa'dır, fa diyez olur. İndi o digər sualımızın cavabıdır. Alterasiya şərləri hansılar? 19-cu sual. Diyez, bemol, bekar, dubl diyez və dubl bemol. Onlar qalsın, onlar çox önəmli deyil. Diyez nə idi? Diyez. Səsi yarım ton zilləşdirirdi. Doğdu, tutaq ki, doğdu. Diye üstündə var bir dənə. Doğudan bu tam çəkim bir dəqiqə mən bunu. Burada səliqəsiz olur. Doğudan yuxarıda yerləşir. Yuxarıda yerləşməyin birisi nədir? Subkontur, kontur, böyük, kiçik. Bunlar əvvəlqəlin oktavalar deyil. Onlar yuxarı oktavalardır, aşağı oktavalar adlanır. Amma ki 5-ci oktavadır, 4-cü oktavadır. Bunlar isə yuxarı adlanır. Çünki nisbətən daha böyükdür. Ona görə yadınızda saxlayın. Baxın, çəkəcəm indi. Cekə indi. Qara pillələr. 2 3. Belə elin ki, bu da notdur da, elə bil. Üstündə. İndi nəyi nəzərdə saxlayacaqsınız bura siz? Baxın, deyir ki, diyez bemol bekar soruşur bizdən. Alterasiya şərlərini dedikdə diyez bemol bekar, dubl diyez, dubl bemol. Onları çəkmirəm, lazım deyil dubl diyezlə dubl bemol. Baxın, diyez nədir? Diyez budur. Budur. Bu həm də bemoldur. Diyez nə işə yarayır? Diyez səsi yarım ton qaldırır. Bu do notu deyil, do. Bu diyez do'dan əvvəl gəlib, sonra gəlib. Sonra gəlib də baxın. Baxın. Bu yarım ton sonra gəlib də. Sonra əvvəl gəlsəydi burada olardı. Do'nun üstündə olardı. Sonra gəlib. Sonra gəlibsə sonra gəlib. Sonra gəlib. Baxın, bura baxın, burada bu bundan sonra gəlir. Bu isə bundan əvvəl gəlir. Gördünüz? Bu fa not olur burada. Bu fa'nın bəmləşməsi yoxdan zilləşməsi olur burada. Qaydaya əsasən. Baxın indi bura. Deməli, bu diyez oldu. Bəs neçə bemol olur? Bu da re idi. Re'dən sonra əvvəl gəlir.
Ne oldu? Bemol oldu da. Bemolda bəmləşdirir, yarımton bəmləşdirir. Bəs bu bekar nədir? Bekar da ki, tutaq ki, bizə verib xanəni verib bizə. Film dəqiqə bunların hamısını mən izah edəcəm indi ki. Verib bizə ki, diyezli bemolü bir not yazısı verib də, not yazısına biz baxıb onu pianoda çalacağıq. Çalmazdan əvvəl nə edib biz ona həmişə baxmalıyıq da. Məsələn, baxın verib bizə. Vesaire vesaire eyni notlar. Hə. Burada qarşısında verib 6 diyezli, 6 bemol hamısı var ya, onları keçəcəyik biz hələ. Diyez bemola çatmamışıq biz hələ, çatmışıq. Onlar geç keçirir də biraz. Diyezdir və ya bemoldur. İkisi birdən yox ha. Ya diyez ya bemol verib bizə. Sonradan ikinciyə keçəndə verdi burada bekar. Eyni notların davamı. Yəqin ki ağlınıza bir fikir formalaşdı da. Ne oldu burada? Diyez, bekar diyez ve bemolu ləğv edir. Diyez ve bemol deyir var idi əvvəl, diyez ve bemol var idi. İndi bekarı qoyduq. Bekar çalınmır. Yoxdur. Bax sonra hə yoxdur da. Kesin notları çalışır birbaşa. Burada amma notu zilləşdirə çalışırsınız. Tonu olsa sözünüz biləcəksiniz oradan. Ayırt eləyəcəksiniz. Orada veriləcək tonlar sizə deyiləcək hansı. Yəni ki, ləğv edir bu işarəni. 20. Açar işarələri ilə təsadüfi işarələrin fərqi. Açar işarələri əsərin əvvəlində yazılır. Təsadüfi işarələr də ki, takt üçün keçərlidir də. Açar nədir? Açar işarələri əsərin əvvəlində yazılır. Açarlar keçmişik də, baxın. Skripka açarı, bas açarı, mezzo-soprano falan da var, onlar aid deyil sizə. Bas açarı. Verilib burada diyezdir, bemoldur. Burada da elə bemoldur, bekardır. Bunlar verilir də, nə başqa yoxdur. Bunlar verilir. Diyez, bemol, bekar, dubl diyez, dubl bemol. Dubl diyez, dubl bemol nədir? Orada bir tonlu artıq. Dubl diyez, dubl bemol da ki, diyez dubl gəldi, 2 qatı oldu. Bemol dubl gəldi, 2 qatı oldu. 2 qat bəmləşdi, 2 qat zilləşdi. Yəni ki, asan bir şeydir. Ona görə mən az öncə deyəmədim onun üstündə. Yoxsa 1 saatda onu izah. Yarım və bütöv tonlar nəyə deyilir? 21-ci tapşırıq. Yarım və bütöv tonlar iki qonşu səs arasındakı məsafə. Yarım ton. Bütöv tondakı iki yarım tonun cəmi. Mi ilə fa arasında məsələn yarım ton var. Do, re, mi, fa. Belə olur da mi ilə fa. Mi, fa. Bir dənə yarım ton var bunların arasında. Ya da yarım tondur. Baxın yan bayandılar. Amma ki doğrudan deyinin arasında bir dənə ton var. O biz niyə baxır o? Yan bayan olmağına yox ha. Bax, burada qara pillə yoxdur axı. Bu qara pillə olmur. Belə olur da qara pillələr. Belə 2, 3. Burada arada bir dənə boşluq qalır. Bu mi ilə fa'nın arasıdır. Ona görə. Doğrudan reydə, amma necə olur? Doğrudan reydə. Do, re. Burada bir dənə olur. Bu bütöv ton, bir ton olur. Bir ton, bütöv ton. Əslində onun verilməsi fa'nın bəmləşməsi yoxdur demək deyil. Amma ki sizdən soruşmayacaq sınaqda ki fa'nın bəmləşməsi var ya yoxdur. Çünki qayda kimi önəm verilmir çox onlara. Keçdik deməli 22-ci tapşırıqdayıq biz. Diatonik və xromatik ton və yarım ton, bütöv tonlar. Fərqini soruşur bizdən. Keçmişəm ya o 13, 12, 11 o dərslərdən arasında baxın. Diatonik xromatik tonların fərqi. Diatoniklər fərqli adlar arasında, yəni olan səslərdən yaranır da mi, fa ilə. Xromatiklərdəki eyni adlı səslər arasında. Məsələn, fa, fa diyez. Adlar eynidir. İşarə dəyişir. Çox aydın şəkildə izah eləmişəm. Bu sınaqda əslində bundan sonra hər bir mən sonunda ümumiləşdirici tapşırıqları qoyacağam. Elə izah eləyəcəm. Yəni ki, sınaq testlərimizi testlərdən eləyərəm də, test kitabları var musiqlə. Səslərin enharmonik bərabərliyi nədir? Nədir? Yəni ki, yazılır da indi ki, enharmonik bərabər səslər, eyni səslərin fərqli yazılır. Məsələn, fa diyezdən sol bemol. Bax, fa diyez, fa olsun, do diyez olsun. Do diyez, re bemol. Eyni şeydir də. Baxın. Do, re.
Do'nun diyezi de bu pillə, re'nin bemol də bu pillə. Pillenin də adı fərqlidir. Çünki re'dən əvvəl gəlir, do'dan sonra gəlir. Ona görə fərq təbii ki, yaranacaqdır, yaranmalıdır. Keçdik deməli, neçənci tapşırıq? 24. Səslərin adına mövcud olan iki sistem hansıdır? İki sistem hansıdır? Biri var hərflər, biri var heca. Hərfləri keçmişik də A, B, C, D, G, F. Hərfi və heca adları, notların hərfi və heca adları. Sonra. Məsələn, liya ha idi, haş idi o mənada da. Yadınıza düşdü yəqin ki, izah eləmişəm aydın və geniş şəkildə. O heca sistemindəki bu hərf sistemidir. Heca sistemindəki do, re, mi, fa, sol, la, si və s. O mənada olur. Bu qədər. Deməli, 25-ci sualımızda nə deyir? Əsas pillələri soruşur. Əsas pillələr hansı hecalarla göstərilir? Eynidir cavabımız 25-ci sualda da. Do, re, mi, fa, sol, la, si. Əsas pillələr. Bunlar hecalardır. Demək heca sistemi do, re, mi, fa, sol, la, si idi. Bu qədər. Do, re, mi, fa, sol, la, si, do. Bir də bir şey yadın saxlayın. Oktava deyəndə do, re, mi, fa, sol, la, si yox. Do'dan do'ya qədər. Yəni ki, do, re, mi, fa, sol, la, si, o biri do'nu da demək lazımdır. Həmişə elə götürmüş şagirdlər, öyrənənlər, ona görə deyirəm. Aha. 25 bitdi, keçdi 26-ya. Alterasiya şairləri hansı hecalarla göstərilir? Hansı hecalarla göstərilir alterasiya şairləri? Diyezdir, bemoldur, bekardır. Alterasiya şairləri hecalarında səsləri isə artırılır da. Do, dis, elə bir ki, do, dis. Bemolda s artırılır. Mi, mis. Bekarda dəyişikliklə olunur. Birincidə diyezlə bemol var idisə, burada deməli is var idi, bir də mes var idi, s var idi. Bu şeydir, bu diyezi, bu da bemolda. Hissəcikləri artırılır və notdan ötəri fərqi olur bəs. Oxuyanda fərq olur bir dənə. Pianoda çalanda fərq yaranmış olmur. Bekardakı birinci misra belə idi. Bekar ikincidə də ki, bekarı qoydular. Baxın, belə. Bekar qoyuldu, bitdi, hamısı getdi. Sonuncu 27-ci sualımıza baxaq. Oktavalar üzrə səslər hansı hərf və heca adlarına görə yazılır? Hərfi və heca adları. Deməli, do, re, mi, fa, sol, la, si. Bunların öz hərf və heca adları vardı. Keçmişdən bəri do olmamışdı. Si də olmamışdı. Do'nun yerinə ut var idi. Ut, re, mi, fa, sol, la. Bu qədər. Si yox idi. Sonralar yarandı hamısı. Necə oldu? Baxın, səslərin hərfi və heca adları var. Keçmişəm bunların hamısından. İndi bura yazacağım hər ehtimal qarşı. Do, re, mi, fa, sol, la və si. Si. Do nə hərfi ilə işarə olunur? S hərfi ilə işarə olunur. S. Belə deyirlər, yəni C demirlər də, C deyirlər. R, D hərfi ilə işarə olunur. D, hələ D deyilir. Yazılışlar, deyilişi də önəmlidir. Bunun indi çaşmayan şeylərdir ona görə. Mi, E hərfi ilə işarə olunur. Böyük E, kiçik E də daxildir buna. Y deyilir, E deyilmir. Rus dilində kimdə Y deyilir. Fa, F hərfi ilə işarə olunur. Böyük F, kiçik F fərqi yoxdur. Hələ F deyilir, F. Yazıldığı kimi deməyin də, indi F deməyin də, F desə daha yaxşı olar. Həm də ki, artıq yəni sinif artdıqca F deməyə başlayırsınız da, yəni onsuz da. Sol, G hərfi ilə. G. Hələ G yazılır. G. Lia. Lia da ki, A hərfi ilə işarə olunur. A yazılır, hələ A. Hələ A. Si-dəki axırıncıdır. H hərfi ilə işarə olunur. H. Baxın, belə yadınızı saxlayın. Do, C. Do, C, yəni C. R, D, yəni D. Mi, Y, yəni E. Fa, Fa'dakı F, yəni F. Sol, G, yəni G. La, A, yəni hələ A.
C'dəki H-da, yəni ki, H-da, yəni H, H, H hərfi. Bu qədər bizim bugünkü dərsimiz və test izahımız. Ümid edirəm bəyəndiniz. Bəyəndinizsə əgər kanalıma abunə olmağı, videoya like etməyi unutmayın. Gələn dərsdə görüşənə qədər çalışdığım qədər dərs izahını da atmağa çalışacağam. Deməli, həftədə də dediyim kimi vurğulayım yenə də, həftədə bir dəfə bazar günləri dərs izahı, həftədə 4 dəfə də ki, birinci gün bazar ertəsi günü, çərşənbə günü, cümə günü və bazar günü, yəni ki 1, 3, 5, 7-ci günlər test atmağa çalışacağam, amma atmadığım günlər üzrlü sayın, çatdıra bilməyəndə ata bilmirəm. Hələlik bugünkü dərsimiz bu qədər. Sağ olun.